Qlavkoma xəstələri dərman yazdıq, hər şey qaydasındadır, təzyiq normaya düşdü və xəstəni artıq evə göndəririk. 1-6 ay sonra kontrola gələcək. Bu periodda, bu 6 aylıq müddətdə xəstə nəyəsə diqqət etməlidirmi? Yəni, həyat tərzində nə isə dəyişdirməlidirmi? Biz açıq bucaqlı qlavkomalarda və birincili açıq bucaqlı qlavkomalarda xüsusilə biz xüsusi bir qadağa tələb etmirik. Yəni, xəstələrə deyirik, normal həyat tərzinizi necə yaşayırdınız, o şəkildə davam edin, heç nəyi dəyişdirməyə ehtiyac yoxdur, sadəcə dərmanınızı istifadə edin. Amma bəzi qlavkoma növləri var ki, o qlavkoma növlərində bəli, həyat tərzi önəmlidir. Tutaq, qapalı bucaqlı qlavkomalarda bunların ən çox problemləri gecə vaxtı olur. Çox qaranlıqda oturmamalıdırlar. Gecə vaxtı zehni işlə, kompüterdir, telefondur, məşğul olmamalıdırlar. Gecə vaxtı bizim bəbəyimiz genəlir. Bəbək genəlincə o, demişdik, bir bucaq var. Həmin bucaq sıxılmış olur. Əlavə biz gözümüzü zorlayıb bir işlə məşğul olunca akkomodasiya əzələləri də gərginləşir. Akkomodasiya əzələləri də gərginləşdiyi zaman artıq bucaq tamamilə bağlana bilir və ani tutmalar ortaya çıxa bilir. Dəhşətli baş ağrıları verə bilər. Bunlardan qaçınmaqdan ötürü dayaz ön kamerası olan xəstələrdə qaranlıqdan mümkün qədər qaçmaqlarını tövsiyə edirik. Hətta onlara tövsiyəmiz olur ki, yatarkən, gecə yatarkən tam ideal qaranlıq şərait olmasın. Mütləq yanlarına bir işıq mənbəyi qoysunlar ki, yüngül işıqda bəbək çox da genəlmiş olmasın. Belə onun xaricində xüsusi bir qadağalarımız əslində olmur. Ən çox qadağa, dediyim kimi, ola biləcək qapalı bucaqlı və ya dar bucaqlı qlavkomalar. Onlar diqqət etməlidirlər.